Salam, hər vaxtınız xeyir olsun. Gəlin indi bu tapşırığa baxaq. Aşağıdakılardan hansı doğrudur? Burada 740 millimetr yazıb, 740 milli və qabağında da metrlə ifadə edib. Gəlin əvvəlcə belə bir şey baxaq. Deməli santimetr 10 millimetrdir. Gəlin əvvəlcə santimetr, sonra millimetrə baxaq. Çevirək. Deməli 1 metr isə 100 santimetrdir. 100 santimetrdir. Deməli, santimetr metrə doğru getdikcə 1 sıfır artır, millimetr santimetrə getdikcə 1 sıfır azalır. O zaman bunu santimetr eləsək, edəcək 74 santimetr. Daha sonra indi metrə çeviririk. Deyir ki, 1 metr 100 santimetrdir. Deməli, metr santimetrə getdikcə 2 sıfır artır, santimetr metrə doğru getdikcə 2 sıfır azalır. 2 sıfır azaldığına görə burada 2 sıfır yoxdur. Deməli 74 santimetr heç 1 metrdə deyil. Amma burada 7 metr və 40 milli cavabı var. Deməli bu yanlışdır. Burada metr yoxdur. Elə cəmi 0 metr var da. Yəni daha doğrusu metrlə ifadə etsəm 0,74 metr olacaq. Çünki əgər mən əgər boş ədəddirsə 0 yoxdursa mən 2 0 qədər sağdan sola irəliləyib vergülü bura atıram. Orada da ədəd olmadığı üçün 0 əlavə edirəm və qiymət belə dəyişir. Növbəti isə 865 millini santimetrlə ifadə edirik. Yenə gəlin o usulla, o qayda ilə gedək. 865 milli deməli neçə santimetrdir? Ədəd yoxdur deyə bir vergül buradan atacağım. 86 santim 5 o vergüldən sonraki hissə artıq millimetrdir. Necə ki burada 0 metri göstərir. Buradakı 74 isə santimetri göstərir. Varmı belə bir cavab? Var. Bəli, deməli bu doğrudur. 1600 milliyə desimetrə çevirir. Gəlin desimetrlə də ifadə edək. Deməli millimetr, santimetr, sonra desimetr gəlir. Deməli desimetr 10 santimetr 100 millimetrdir. Deməli o zaman baxdıq 100 millimetrdir. Aha. Gəlin onda baxaq ki, millimetr desimetrə çevirəndə deməli 100 dənə azalacaq da. Yəni millimetr desimetr 100 millimetrdir. 1 desimetr 100 millimetrdir. O zaman baxıram nəyə? 1600'ü bölürəm 100'ə. Edir 16 desimetr. Vəssalam. Amma cavabda 160'dır. Bunu da çıxırıq. 3025 millimetr. 3025 millimetr. Görək nə ilə ifadə etməyimizi istəyir bunu. Metrlə. Biz bilirdik ki, millimetrdən metrə doğru getdikcə 2 vergül sağa gedirik. O zaman olur, deməli, gəlin əvvəlcə santimetrə çevirək. Bu olur nə qədər? Deməli, santim 10 milli olduğuna görə 302 santimetr olacaq və 5 millimetr olacaq. İndi isə metrə çevirək. 302 3 metr eləyir. 3 metr, 2 santimetr, 5 millimetr. Belə verib. Deməli, bu da düzdür. Bu da doğrudur. Deməli, cavab 2 dənə doğrumuz var. O da ki 2 və 4'dür. Yenə diqqətlə baxıram. Yəni, hər şey qaydasında. Deməli, 865 millimetr 86 santimetrdir. 5 millimetrdir. 1600'də yazdıq və salam.